İnsanın özünün keçirməyə. gəlməsinə ehtiyac yoxdur. İnsanın adı, şəkili, doğum tarixi olanda baxıb hər şeyin demək olur. Mən ümumiyyətlə ekstrasensliyə, hansı bir fövqəli qüvvəyə həmişə inanmışam. Əslində biz Peymanla planlaşdırılmamış bir tanışlığımız oldu. Söhbət bizim o ilk görüşümüzdən və aldığım təəssüratdan gedir. Görüş baş tutdu və işgüzar bir söhbət oldu, maraq bürüdü. Birinci plana Peymanın deyəcəklərini qoydum ki, təbii gözümlə bağlı suallar verdim. Elə birinci, ikinci cümlələrdən elə faktları sadaladı ki, mən dəqiq sizə əmin edirəm ki, o bunları heç yandan bilə bilməzdi. Hətta elə şey var ki, bunu ancaq mən bilirdim. İkinci şəxs bilə bilməzdi. Sadaladığı faktlar artıq elə bir həddə gəlib çatdı ki, və mən inandım. Nə qədər də ictimaiyyət arasında olsam da, amma elə şeylər var ki, bunu heç kim bilmir. Bu mövzuda olan söhbətimizin bir neçə dəqiqəsindən sonra maraq adamı bürüyür və proqnoz istəyirsən. Çox soyuqqanlı onun proqnozlarını yadımda saxladım. Çox qısa müddətdən sonra baş tutmağa başladı. Sanki elə bir o qrupdur. Və dediyi proqnozlar addım-addım baş tutdu. İçində pis olanları da var idi. Hansılar ki, doğrudan da baş tutdu və sanki bir xəbərdarlıq kimi oldu. Və mən dərhal yığdım onun özünü. Dedim ki, Peyman, belə bir məsələ var. Ona da bir əlac tapıldı və tövsiyələrini verdi. Çıxış yolunu axtaranda da belə necə baş verəcəyinə qədər dedi və inanın ki, o da olduğu kimi baş tutdu. Bu mənada mənim üçün çox maraqlı gəldi və bu adi insan şuuru ölçüsü ilə ölçülmüş. Bu cəhalət deyil. Bugün